Hişamun. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu. Bilalun. Ve aleykumusselam ve rahmetullahi ve berekatuhu. Keyfe haluke ya ahi? Menil ahu? Halın nicedir, kardeşim? Kardeş kimdir? Hişamun. Ana muhendisun cedidun. İsmi Hişamun. Ana minel vilayatil muttehideti. Ben yeni mühendisem. Adım Hişam'dır. Ben Birleşmiş Ştatlardanam. Bilalun. Ehlen ve sehlen ve merhaben bike ya ahi. Hoş gelip sefa getirmişsen. Kardeşim. Ene mesrurun biliqaike. Ben seninle görüşmeyime şadam. Ene zemiluke. Ben senin iş yoldaşınam. İsmi Bilal ibn Hamidin. Adım Hamid oğlu Bilal'dır veya Bilal Hamid oğludur. Emin Washington'a ente ya Hişamu. Sen Washington'dansan mı? Ey Hişam. Hişamun. La. Ana lestu min Washington'a. Hayır, ben Washington'dan değilim. İnni min New York'a. Hakikaten ben New York'tanam. Bilalun. Muslimun ebuke ya Hişamu. Atan Müslümandır mı? Ey Hişam. Hişamun la. Huve leyse bi muslimin. Hayır, o Müslüman değil. Bilalun. Ve ummuke muslimetun hiye. Bəs anan necə? O Müslümandır mı? Hişamun la. Hiye leyset bi muslimetin. Hayır, o Müslüman değil. Bilalun. Eleke ebnâun ya Hişamu. Senin oğulların var mı ey Hişam? Naam li sittetu ebnâin. Bəli, mənim 6 oğlum var. Etullâbunhum. Onlar tələbədirlərmi? La. Hum leysu bitullabin. Hayır, onlar tələbə değiller. Ve burada biz fikir versək, leysə naqis feili işləndi və bizim dərsimizdir. Və fikir versək, leysən daxil olduğu cümlələrdə xəbər bi hərfucəri ilə işlənib və dərsdə öyrəndik ki, biz leysənin xəbəri çox vaxt bi hərfucəri ilə yanaşı gəlir və əgər gəlməsə nasb halda olacaq. La hum leysu bitullabin. Hayır, onlar tələbə deyillər. İnne ba'dahum tüccarun və ba'dahum mühendisune. Həqiqətən onların bəziləri tacirlər, bəziləri isə mühəndisdir. Ələkə bənatun. Sənin qızların varmı? Naam li xamsu bənatin. Bəli, mənim 5 qızım var. Əmutəzəvvicətun hunnə. Onlar evlidirlərmi? La. Hunnə lesnə bimutəzəvvicətin. Xeyr, onlar evli deyillər. İnnə hunnə siğarun. Həqiqətən onlar kiçikdirlər. Ba'dahunna fil medrasetil ibtidaiyyeti ve ba'dahunna fil medrasetil mutavassitati. Onlardan bəziləri ibtidai məktəbdə, bəziləri isə 8 illik məktəbdədirlər. Ələkə ixvatun. Sənin qardaşların varmı? La leysə li ixvatun. Xeyr, mənim qardaşlarım yoxdur.
İnne li selâse əxəvâtin. Həqiqətən mənim 3 bacım var. Muslimatun hunne, onlar müsəlmandırlarmı? Naam, hunne muslimatun velhamdülillah. Bəli, onlar müsəlmandırlar. Allaha həmd olsun. Növbəti tapşırıqda bizə suallara cavab vermək tələb olunur. Və bu suallar mətnlə əlaqəli suallardır. Birinci sual. Min əynə Hişamun? Hişam haradandır? Cavab. Huva minəl vilayətil muttəhidəti. O, Birləşmiş Ştatlardandır. Min eyyi mədinətin huva? O hansı şəhərdəndir? Huva min mədinəti New York'a. O, New York şəhərindəndir. Kəm uxtən ləhu? Onun neçə bacısı var? Ləhu thələsu əxəvətin. Onun 3 bacısı var. Növbəti tapşırıqda isə bizə cümlələr verib və bu cümlələrin bəziləri mətnə uyğundur, bəziləri isə mətnə uyğun deyil. Və mətnə uyğun olan cümlələrin qarşısında bu işarəni qoymaq tələb olunur və mətnə uyğun olmayan cümlənin qarşısında isə yox işarəsini qoymaq bizdən tələb olunur. Birinci cümlə Hişamun min Washington'a. Hişam Washingtondandır. Bu səhvdir. Çünki cavab bizdə mətndə Hişam New Yorkdandır. Doğru cavab Hişamun min New York'a. Əxəvətuhu muslimatun. Bacıları müsəlmandırlar. Bu doğru cavabdır. Bənatuhu lesnə bi mutəzəvvicatin. Qızları evli deyil. Bu da doğru cavabdır. Mətnə uyğundur. Əbnəuhu tullabun. Oğulları tələbədir. Bu da səhv cavabdır. Çünki oğullarının bəziləri tacir, bəziləri isə mühəndisdirlər. Yəni, bu cavab düzgün deyil. Ummuhu leysət bi muslimətin. Anası müsəlman deyil. Bu səhvdir. Çünki mətndə anası müsəlman idi. Cavab ummuhu muslimətun. Əbuhu muslimun. Bu da səhvdir. Çünki mətndə əbuhu leysə bi muslimin. Atası müsəlman deyildi. Növbəti tapşırıqda bizə leysə ilə əlaqəli cümlələr verib və biz bildik ki, leysə inkar feili keçmiş zaman formasında, yəni keçmiş zaman şəxs sonluqlarını deməli qəbul edir, şəxslərdə dəyişir və amma mənası isə xəbəri indiki zamanda inkar edərək deyil və ya yoxdur mənasını verir. Və bildik ki, leysə inkar feili ismi cümlələrə daxil olur və deməli xəbəri mübtədanı raf adlı halda xəbəri isə nasb edir və çox vaxt onun deməli xəbərinə bi hərfi cəri daxil olur və bu bi hərfi cəri əlavə olunur, zəiddir və heç bir məna kəsb etmir, sadəcə mənanı gücləndirir. Həmidun talibun. Həmid tələbədir və bu cümlələrə biz burada leysə daxil edilib. Həmidun leysə bi talibin. Həmid tələbə deyil. Ət-tullabu siğarun. Tələbələr kiçikdirlər.
Et-tullabu leysu bisigarin. Tələbələr kiçik deyillər. Aminatu tabibetun. Əminə həkimdir. Aminatu leysət bi tabibetin. Əminə həkim deyil. El-feteyatu mutezavvicatun. Gənc qızlar evlidirlər. El-feteyatu lesnə bi mutezavvicatin. Gənc qızlar evli deyillər. Və gördüyümüz ki, burada nə şəxs sonluğu leysə inkar fe'ilə birləşdikdə yə hərfi düşmüşdür və bunun səbəbi feilin sonunun, yəni sin hərfinin sukunlaşması və nəticədə iki sakin hərfini, yəni yə və sin hərfinin yanaşı gəlməsi və yə hərfinin düşməsidir. Və bildiyimiz kimi ərəb dilində iki sakin hərf yanaşı gəlmir və əgər belə olduqda zəif olan yə hərfi düşür və buna görə də lesnə bi mutezavvicatin formasını almışdır. Əntə kəbirun. Sən böyüksən. Əntə lestə bi kəbirin. Sən böyük deyilsən. Və burada da həmçinin gördüyümüz kimi yə hərfi düşmüşdür. Əntum cududun. Siz yenisiniz. Əntum lestum bi cududin. Siz yeni değilsiniz. Enti fəqiratun. Sən kasıbsan müənnəsdə. Enti lesti bi fəqiratin. Sən kasıb deyilsən. Entunne muctehidatun. Siz çalışkansınız. Entunne lestunne bi muctehidatin. Siz çalışkan değilsiniz. Ene muderrisun. Mən müəlliməm. Ənə lestu bi müdərrisin. Mən müəllim deyiləm. Nəhnu tullabun. Biz tələbəyik. Nəhnu lesnə bi tullabin. Biz tələbə deyilik. Növbəti tapşırıqda bizə ismi cümlələr verilib və bu ismi cümlələrə leysə inkar feilini daxil etmək bizdən tələb olunur. Və biz bildiyimiz kimi leysə inkar feili kənənin bacılarındandır və daxil olduğu ismi cümlədə mübtədanı raf halında edir, yəni mərfu edir, adlı halda edir. Xəbəri isə mənsub, nasb halında edir və çox vaxt bunun xəbərinə bi hərfu cəri qoşulur. Birinci cümləmiz əl-bəbu muğləqun. Qapı bağlıdır. Leysəni daxil etsək, leysəl bəbu muğləqan və ya bi muğləqin. Və gördüyümüz kimi muğləqan xəbəri burada nasb halında işlətmək olar və ya bi hərfu cəri ilə məcrur etmək olar. İkinci cümlə əl-mə'u bəridun. Su soyuqdur. Leysəl mə'u bəridən və ya leysəl mə'u bi bəridin. Su soyuq deyil. Hişamun məridun. Hişam xəstədir. Leysə hişamun məridan və ya leysə hişamun bi məridin. Hişam xəstə deyil. Əbi nəimun. Atam yatmışdır. Leysə əbi nəimən. Atam yatmış deyil. Və ya leysə əbi bi nəimin. Əd-dərsu sa'bun. Dərs çətindir. Leysə dərsu sa'bən və ya leysə dərsu bi sa'bin. Dərs çətin deyil. Əl-məscidu qaribun. Məscid yaxındır. Leysəl məscidu qaribən və ya leysəl məscidu bi qaribin. Məscid yaxın deyil. Ət-tiflu cev'anu. Uşaq acdır. Leysət tiflu cev'anə və ya leysət tiflu bi cev'anə. Uşaq ac deyil. Və cev'anu sözü
tənvin qəbul etməyən ən ilə qutaran sifət olduğundan bu deməli hərfucə daxil olduqda kəsrə deyil, fəthələşmişdir. Nömrə tapşırıqda bizə cümlələr verilib və yenə də bu cümlələri biz leysə inkar feili ilə inkar etmək bizdən tələb olunur və qeyd edim ki, əvvəlki tapşırıqda cümlələr hamısı üçüncü şəxsdə aid idi, amma burada isə müxtəlif şəxslərdə olacaq. Misal verib bizə huva təcirun, huva leysə bitəcirin. O tacirdir, o tacir deyil. Huva minəl yəbəni, huva leysə minəl yəbəni. O Yaponiyadandır, o Yaponiyadan deyil. Əs-səyyaratu cəmilətun. Maşın gözəldir. Əs-səyyaratu müənnəs, yəni qadın cinsində isim olduğu üçün leysə deyil, leysət işlədəcəyik. Leysətis-səyyaratu cəmilətən və ya leysətis-səyyaratu bicəmilətin. Maşın gözəl deyil. Ənə ğaniyyun, mən varlıyam. Ənə lestu ğaniyyən və ya ənə lestu bi ğaniyyin, mən varlı deyiləm. Əntə fəqirun, sən kasıbsan. Əntə lestə fəqiran, sən kasıb deyilsən. Və ya əntə lestə bi fəqirin, sən kasıb deyilsən. Hiyə minəl İraqi, o İraqdandır. Hiyə leysət minəl İraqi, o İraqdan deyil. Gördüyümüz kimi burada xəbər şibhu cümlə olduğundan bura bi hərfu cərini əlavə etmək ehtiyac yoxdur. Və bildiyimiz kimi əgər xəbər şibhu cümlə olarsa, bu cümləyə, bu xəbərə bi hərfu cəri daxil olmur. Nəhnu əzkiyəu, biz zəkalıyıq. Nəhnu lesnə əzkiyəə və ya nəhnu lesnə bi əzkiyəə, biz zəkalı deyilik. Burada əzkiyəu sözü tənvin qəbul etməyən isim olduğundan bi hərfu cəri daxil olduqda kəsrə deyil, fəthə olmuşdur. Huva azəbun, o subaydır. Huva leysə azəbən və ya huva leysə bi azəbin, o subay deyildir. Əl-müdərrisunə fil-fusuli, müəllimlər siniflərdədir. Əl-müdərrisunə leysəl-müdərrisunə fil-fusuli, müəllimlər siniflərdə deyillər. Və yaxud əl-müdərrisunə leysu fil-fusuli. Ənti zəkiyyətun, sən zəkalısan. Ənti lesti zəkiyyətən və ya bizəkiyyətin, sən zəkalı deyilsən. Əntum kibarun, siz böyüksünüz. Əntum lestum kibaran və ya əntum lestum bi kibarin, siz böyük deyilsiniz. Ət-talibatu fil məktəbəti, tələbə qızlar kitabxanadadırlar. Ət-talibatu lesnə fil məktəbəti, tələbə qızlar kitabxanada deyillər. Və gördüyümüz kimi burada bir sözdən ibarət olan xəbər həm nasb halda, həm də bi hərfi cərinə işlənə bilir. Amma şibhu cümlə ilə işlənən, gələn xəbərlərdə isə bi hərfi cəri ilə işlənmir. Əntunnə talibatun cududun, siz yeni tələbələrsiniz. Əntunnə lestunnə cududən və ya əntunnə lestunnə bi talibatin cududin, siz
yeni tələbələr deyilsiniz. Növbəti tapşırıqda bizə suallar verilib və bu sualları leysə inkar feilindən istifadə edərək cavab vermək bizdən, inkar cavabı vermək bizdən tələb olunur. Birinci cümlə, əmuhəndisun əbukə, atan mühəndisdirmi? Lə, əbi leysə mühəndisən. Xeyr, atam mühəndis deyil və ya əbi leysə bi mühəndisin. Əmudərrisətun ummukə, anan müəllimədirmi? Lə, leysət ummi müdərrisətən və ya leysət ummi bi müdərrisətin. Ətulləbun ixvətukə, qardaşların tələbədirlərmi? Lə, ixvəti leysu tulləbən və ya ixvəti leysu bitulləbin. Əmumərridatun əxavətukə, bacıların tibb bacılarıdırmı? Lə, əxavəti lesnə bimumərridatin. Bacıları tibb bacıları deyirlər. Və ya lə, əxavəti lesnə mumərridatin. Əmudərrisun əntə, sən müəllimsənmi? Lə, ənə lestu bimudərrisin. Xeyr, mən müəllim deyiləm və ya ənə lestu mudərrisən. Əcududun əntum, siz yenisinizmi? Lə, nəhnu lesnə bicududin və ya nəhnu lesnə cududən. Biz yeni deyilik. Əcədidətun səyyaratukə, maşının yenidirmi? Lə, səyyarati leysət cədidətən və ya səyyarati leysət bicədidətin. Növbəti tapşırıqda bizə suallar verilib və bu sualları müəllim, şifahi tapşırıqdır və bu sualları müəllim tələbələrə yönəldir və tələbələr də lestu, deməli, deyiləm feilindən istifadə edərək, yəni leysə feilinin birinci şəxsinin təki formasından istifadə edərək bu suallara cavab verirlər. Əmin əmrikə əntə, sən Amerikadansanmı? Tələbə cavab verir, lestu min əmrikə, Amerikadan deyiləm. Əmutəzəvvicun əntə, sən evlisənmi? Lestu mutəzəvvicən, evli deyiləm və ya lestu bi mutəzəvvicin. Əməridun əntə, sən xəstəsənmi? Lestu məridan, xəstə deyiləm və ya lestu bi məridin. Əmuhəndisun əntə, sən mühəndissənmi? Lestu mühəndisən və ya lestu bi mühəndisin. Növbəti tapşırığımızda bizə ismi cümlələr verilib və bu ismi cümlələri diqqət etsək görərik ki, bu ismi cümlələrin hər birində xəbər şibhü cümlədir və mübtədadan önə keçib. Və biz dərsimizdə öyrəndik ki, ərəb dilində əgər xəbər şibhü cümlə olarsa, yəni şibhü cümlə dedikdə hərfucər və isim nəzərdə tutulur və fikir versək görərik ki, bu cümlələrin hər birində cümlə şibhü cümlə ilə, yəni hərfucər və isimlə başlayır. Və bu şibhü cümlələrdən sonra isə fikir versək nəkra, yəni qeyri-müəyyən isim gəlir. Və belə olan halda biz dərsimizdən öyrəndik ki, xəbərin mübtədadan önə keçməsi vacib olur. Və burada deməli şibhü cümlə xəbərdir. Şibhü cümlədən sonra gələn isim isə bunlar mübtədadır. Və gördüyümüz kimi xəbər mübtədadan önə keçib və bu cümlələrə bizə innəni daxil etmək tələb olunur. Və biz bilirik ki, innə belə cümlələr daxil olduqda innə ilə
ismin arasına xəbər girməsinə baxmayaraq yenə də təsirli halda, nasb halda olacaq. Necə ki, bu nümunələrdən gördüyümüz kimi. Li sələsətu əxəvatin. Mənim 3 bacım var. Bu cümlənin əsli, asluhu sələsu əxəvatin li. Bu cür olmalıydı. Yəni burada mübtəda budur. Amma qaydaya əsasən xəbər şibu cümlə, mübtəda isə nəkira, yəni qeyri-müəyyən isim olduğu üçün xəbər önə keçib. Və innə bura daxil olduqda innə li sələsə əxəvatin. Həqiqətən mənim 3 bacım var. Yəni əsli innə sələsə əxəvatin li olmalıydı. Çünki burada sələsə ismu innədir. Özü də mudafdır. Əxəvatin mudafdır ileyh. Li isə şibu cümlə, bu xəbərdir. İndi isə yerdə qalan cümlələrə innəni daxil etmək bizdən tələb olunur. Fil fasli xamsətu tulləbin cududin. Sinifdə 5 yeni tələbə var. Və innə bura daxil olsa, innə fil fasli xamsətə tulləbin cududin. Və diqqət etsək görərik ki, burada xamsətu, xamsətə oldu. İnnənin ismidir. İkinci cümlə. Lənə müdərrisun ceyyidun. Bizim yaxşı müəllimimiz var. İnnə daxil olduqdan sonra innə lənə müdərrisən ceyyidən. Həqiqətən bizim yaxşı müəllimimiz var. Və gördüyümüz kimi burada müdərrisun raf haldan nasb hala çevrildi innənin təsirindən. Fi ceybi mi'atu riyalin. Cibimdə 100 riyal var. İnnə fi ceybi mi'ətə riyalin. Həqiqətən mənim cibimdə 100 riyal var. Fil hindi ənhərun kəsiratun. Hindistanda çoxlu çaylar var. İnnə fil hindi ənhəran kəsirətən. Həqiqətən Hindistanda çoxlu çaylar var. Ləkə bərqiyyətun fi məktəbil bəridi. Poçt idarəsində sənə telegram var. İnnə ləkə bərqiyyətən fi məktəbil bəridi. Həqiqətən poçt idarəsində sənə telegram var. Li əlfu dulərin fil masrifi. Mənim bankda 1000 dollarım var. İnnə li əlfə dulərin fil masrifi. Həqiqətən mənim bankda 1000 dollarım var. İkinci dərsdə varid olan yeni sözlər. Liqaun, görüş. Ceyyidun, yaxşı. Ceybun, cəmi, cuyubun, cib. Nəhrun, cəmi, ənhərun, çay. Bərqiyyətun, cəmi, bərqiyyətun, telegram. Masrifun, cəmi, masarifu, bank. Məktəbul bəridi, poçt idarəsi.